Salam uşaqlar, bugün sizə maraqlı bir sual izahı verəcəm. Sual Hess qanunu əhatə edən bir sualdır. Hess qanunu xatırlayaq, nə deyirdi Hess qanununda? Deyirdi ki, mərhələlərlə gedən reaksiyaların istilik effektləri cəmi birbaşa gedən reaksiyanın istilik effektinə bərabərdir. İndi bu sualda bizə istilik effekti deyil, entalpiya verir. Bəs entalpiya nədir? İstilik effekti nədir? Birdən tez onun üzərindən də keçək. Deməli uşaqlar, entalpiya reaksiyada iştirak edən maddələrin daxili enerjisidir. Məsələn, hər bir maddənin enerjisi var. Reaksiyamızda dəm qazı var, onun müəyyən enerjisi var. Oksigen var, müəyyən enerjisi var. Karbon qazı var. Hər birinin müəyyən rabitə enerjisi var. Sadə bir şey. Tutaq ki, biz deyirdik ki, karbonla hidrogen arasındakı rabitə enerjisi 100 kilokaloridir. Məsələn, 100 kilojouldur və s. Onda metanın ümumi enerjisi nəyə bərabər olur? Metanda 4 dənə karbon hidrogen rabitə olduğuna görə ümumi enerjisi 400-ə bərabər olur. Yəni, entalpiya daxili enerjidir. Bəs delta H olaraq nəyi hesablayırıq biz? Deməli, reaksiya daxil olan maddələrin ümumi enerjisi var. Hansı ki, biz bunu H1-lə ifadə edək. Bir də reaksiyadan alınan maddələrin, əgər məhsulda 2-3 dənədirsə, yenə onlar da toplanır. Onların da ümumi enerjisini H2-yə ifadə edək. Və məhsulların daxili entalpiyasından, yəni enerjisindən, reaksiya daxil olan maddələrin daxili entalpiyasına çıxanda, yəni H1-ə çıxanda, qalan biz enerjiyə deyirik delta H. Bəs bu delta H nə zaman mənfi, nə zaman müsbət qiymət alır? Əgər məhsulların entalpiyası reaksiya daxil olan maddələrin entalpiyasından çoxdursa, bizim delta H-ımız müsbət qiymət alır. Və bu nə deməkdir uşaqlar? Delta H-ın müsbət olması istilik effektinin mənfi olması deməkdir. Bax, bir də təkrar üstündən keçim. Məhsulun entalpiyası reaksiya daxil olan maddələrin entalpiyasına, yəni enerjisindən çoxdursa, deməli o məhsullara kənardan enerji lazımdır. Çox olduğu üçün delta H müsbət qiymət alır. Amma kənardan ora istilik lazım olduğu üçün istilik effekti mənfi qiymət alınır. Çünki istilik udulmalıdır. Və ya tam tərsi, əgər məhsulun entalpiyası, enerjisi kiçik olsa, o zaman bizim delta H-ımız mənfi qiymət alacaq və bu nə deməkdir? Başlanğıc maddələrin enerjisi çoxdur, məhsulun enerjisi azdır, entalpiya mənfi qiymət alır və başlanğıcda olan məhsulların artıq enerjisi istilik şəkildə kənara yayılır və bu da istilik effektinin müsbət qiymət almasına səbəb olur. Bunu qoyduq kənara. İndi gələk bu reaksiyalarımıza bizim. Deməli, yuxarıda verilən 3 reaksiyadan istifadə edib bizim metanolun alınma reaksiyasının entalpiyasını hesablamağımızı istəyir. Bəs necə hesablayırıq uşaqlar? Birincisi, əsas mərhələ ilə gedən reaksiyanı, yəni birbaşa gedən reaksiyanı almalıyıq. Bunun üçün biz reaksiyanın sağ və sol tərəfindəki maddələrə baxmalıyıq. Həmin reaksiyalarda o maddələri tapmalıyıq. Deməli, bizim reaksiyamızın sol tərəfində var 1 mol dəm qazı. Yuxarıda baxıram ki, dəm qazı olan birinci reaksiyamda dəm qazı sol tərəfdədir, amma 2 moldur. Deməli, mən nə etməliyəm? Onun əmsallarını aşağıdakı birbaşa reaksiyadakı kimi 1 mola gətirməliyəm. Bunun üçün mən həmin reaksiyadakı bütün əmsalları və eyni zamanda entalpiyanı 2-yə bölürəm. Baxın, 2-yə böl. 2-yə bölüb aşağıdan yazıram o reaksiyanı. Onda birinci reaksiyan belə bir dəyişikliyə uğrayacaq. Olacaq 1 mol dəm qazı plus oksigen 1 mol olduğu üçün olacaq 0,5 oksigen və əmələ gələn karbon qazı 1 mol. Entalpiya da yarıya böləcəyik. Delta H bərabərdir mənfi neçə eləyəcək? 250, 33, 283. İkinci reaksiyada görə necə bir dəyişiklik eləməliyik? İkinci reaksiyamızda 2 mol hidrogen var. Mənə də elə sol tərəfdə 2 mol hidrogen lazımdır. Demək ki, heç bir dəyişiklik eləməyəcək. İkinci reaksiya olduğu kimi qalacaq. Plus O2 əmələ gəlir 2 mol su. Entalpiyası da olduğu kimi qalır. Delta H bərabərdir mənfi 571. Bax, bunun mənfi 571 olmaq nə deməkdir uşaqlar? Yəni, reaksiya daxil olan maddələrin rabitə enerjisi alınan suyun rabitə enerjisindən 571 kilokalori çox olub. Ona görə mənfi 571 yazırıq ora. Və bu da reaksiyanın kənardan suyun əmələ gəlməsi zamanı deyirik, suyun əmələ gəlməsi reaksiyasında xatırlayırsa 572 kilojoule deyirik, istilik ayrılır. Çünki artıq qalan o 571 enerji istilik şəklində ətrafa yayılır. Ona görə plus 572 kilojoule olur. 571, 572 yaxın rəqəmlərdir. Bəs üçüncü reaksiyaya necə dəyişiklik eləyəcək uşaqlar? Üçüncü reaksiyada bizə lazım olan metil spirtidir və bu reaksiyada metil spirti reaksiyanın sol tərəfində olduğu üçün sağa keçirtməliyik. Deməli, bu reaksiyanı nə etməliyik? Tərs çevirməliyik ki, o sağa keçsin. Eyni zamanda
Əmsal da 1 mol lazım olduğu üçün əmsalı da 2-yə bölüb azaltmalıyıq. 2-yə böl. Gəlin o reaksiyanın dəyişikliyini eləyək. Tərs çevirəndə karbon qazı və su keçəcək bu tərəfə, əmsal 2 dəfə azalaraq olacaq reaksiyamız 1 mol karbon qazı plus 2 mol su alınır bu tərəfdə 1 mol metil spirti plus 1,5 mol oksigen. Entalpiyamızın da həm işarəsi dəyişəcək, həm də yarıya bölünəcək. Olacaq nə qədər? -715. İndi uşaqlar, bütün bu üç reaksiyanı toplayaq. Deyirik axı, cəmindən ibarətdir. Mərhələlərlə gedən reaksiyaların cəmindən ibarətdir birbaşa gedən reaksiya. Və toplayan zaman bir dənə özünüz üçün xəyali olaraq oxları uşaqlar bu şəkildə ayırın. Çünki sağ və sol tərəfi biz toplayan zaman eyni maddə sağ və sol tərəfdə varsa ixtisar eləyəcək. Məsələn, birinci reaksiyada olan karbon qazının üçüncü reaksiyada olan karbon qazı biri sağda, biri solda olduğu üçün bir növ ixtisar gedir uşaqlar. Sağ və sol tərəfdə olan eyni ifadələri riyaziyyatda ixtisar eləyir. Yəni, onun kimi. Sonra bu tərəfdə, sol tərəfdə 1,5 mol oksigen alınır. Görürsünüz, bizim sağ tərəfdə də 1,5 mol oksigenimiz var idi. Ona görə oksigenlər də getdi. Yerdə nə qaldı əlimizdə? Su. 2 mol su ilə 2 mol su da getdi. Yerdə qaldı bizim dəm qazı, 2 mol hidrogen, oxun bu tərəfində də qaldı metil spirti. Və nəhayət aldıq biz əsas reaksiyamız. İndi entalpiyanı necə hesablayacaq? Entalpiya bu üç reaksiyanın entalpiya cəmindən ibarətdir. -283 plus -571 minus 715. Minus yox, pardon, bu olacaq müsbət. Tərs çevirdiyimiz üçün burada mənfi 1430 olacaq müsbət. Plus 715. Bu da bərabərdə alınır -139 kilokalori və yaxud da kilojoule. Belə deyək, kilojoule idi reaksiyada səhv eləmirəmsə.